Oktyabrın 20-sində Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və Statistik Olimpiyadanın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Dövlət Statistika Komitəsinin əməkdaşları əvvəlcə Fəxri Xiyabana gələrək müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad edib məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Azərbaycanın da həm müəllif kimi qoşulduğu BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli qətnaməsinə uyğun olaraq 5 ildən bir keçirilən Ümumdünya Statistika Günü ölkəmizdə də təntənəli şəkildə qeyd edilir. Komitə sədri vurğulayıb ki, bu il vətən müharibəsindəki möhtəşəm zəfərimizin 5 illiyində Ümumdünya Statistika Gününün ölkəmizdə də yüksək səviyyədə təntənəli şəkildə qeyd olunması məqsədi ilə Dövlət Statistika Komitəsi kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş Ümumdünya Statistika Gününün qeyd edilməsinə dair tədbirlər planına uyğun olaraq 24-26 sentyabr tarixlərində Bakı şəhərində statistikanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilmişdi. Tahir Budaqov Azərbaycanda milli statistika sisteminin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Ölkədə onun rəhbərliyi ilə yaradılmış hüquqi baza əsasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli statistika sisteminin formalaşdırılması prosesinə başlanılmış, sonraki illərdə uğurla davam etdirilən islahatlar rəsmi statistikanın inkişafına güclü təkan vermiş, bu sahədə ardıcıl qəbul olunmuş 6 dövlət proqramı uğurla icra edilmişdir. Tahir Budaqovun sözlərinə görə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən aparılan qlobal qiymətləndirmədə xarici ekspertlər həyata keçirilən islahatları yüksək qiymətləndirərək Azərbaycanın milli statistika sisteminin beynəlxalq standartlara uyğun olduğunu qeyd etmiş. Dövlət Statistika Komitəsi rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində nüfuzlu beynəlxalq audit təşkilatları tərəfindən beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. Qeyd olunub ki, Dövlət Statistika Komitəsi tərəfindən 2026-2030-cu illərdə rəsmi statistikanın inkişafına dair növbəti hədəflər müəyyən edilmişdir. Yeni hədəflərin icrası demoqrafiya və əhali sakinliyi, milli hesablar, kənd təsərrüfatı, sənaye, nəqliyyat və turizm, işçi qüvvəsi, ev təsərrüfatları büdcələri, əhalinin fasiləsiz təhsildə iştirakı, əlilliyi olan şəxslərin peşə və orta ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğu ilə bağlı aktual statistik məlumatların əldə olunmasına, eləcə də statistikanın yeni sahələri kimi formalaşmaqda olan yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, mədəni və yaradıcı sənaye sahələri, elm, texnologiya və innovasiyalarla bağlı yeni göstəricilər üzrə statistik istehsalın təşkilinə, ümumilikdə rəsmi statistikanın dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini İdris İsayev Ümumdünya Statistika Günü
ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən gənclər arasında statistikaya marağın artırılması, onlar arasından statistik biliklərə malik istedadlı gənclərin aşkar edilərək həvəsləndirilməsi məqsədi ilə yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında keçirilən statistik olimpiyadanın xüsusi əhəmiyyətindən bəhs edərək, belə tədbirlərin gənclər üçün statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatları əldə etmək imkanları yaratdığını deyib. Dövlət Statistika Komitəsi sədrinin müavini, Təşkilat Komitəsinin sədri Yusif Yusifov statistik olimpiyadanın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. Statistik olimpiyadanın final mərhələsinə keçən tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiyadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli sərəncamı ilə təltif edilmiş komitə əməkdaşlarına orden və medallar təqdim olunub. Sonda media nümayəndələrinin sualları cavablandırılıb. Bütün statistik istehsal prosesləri